Tənlik qurmaqla məsələ həlli. Birinci məsələdən başlayaq. Şəkildə verilən düzbucaqlının perimetri 36 vahid olarsa sahəsi nə qədər olar? Deməli, ilk öncə biz bilirik ki, düzbucaqlının perimetri bərabərdir. Eninlə uzunluğunu toplayırıq. Yəni 2x üzərinə gəl 3 və 2-yə vururuq. Yəni düzbucaqlının perimetri bərabərdir 2a üzərinə gəl b. Bizə də verib perimetri 36'dır. Perimetrin də yerinə 36 qoyuruq və bu şəkildə tənlik alır. Bunu da sadələşdirsək, x ilə də 2x, 3x üzərinə gəl 3 olacaq. Hər tərəfi 2-yə bölə bilərik. 36'nı 2-yə böldük. 18 bərabərdir 3x üzərinə gəl 3. Buradan 3x qaldı yerində. 18 minus 3. 3x bərabərdir 15, x da bərabərdir 5. İndi bizdən sahəni istəyir. Biz enini tapdıq 5. Uzunluğu da olacaq. Bunu hesablamalıyıq. 2 vurulsun 5 üzərinə gəl 3. Yəni 13. Onda sahəsi nəyə bərabərdir? A vurulsun B-dir. Yəni eninə uzunluğuna vururuq. 5 vurulsun 13. Bu da 65. Deməli sahəsi oldu 65. İkinci məsələmiz. Vedrənin tutumu bidondan 4 litr çoxdur. Vedrə, bu da bidon. Bidonu bilmirik nə qədərdir. X ilə işarə edirik. 4 litr çoxdur. Onda x üzərinə gəl 4 olacaq. Lakin 6 bidondan süd, 6 bidon süd, 2 vedrə süddən. İndi 6'ya vurmalıyıq. 6 bidon dedi deyə 6x. 2 vedrə süd, yəni 2 vurulsun x üstə gəl 4'dən 4 litr çoxdur. Bu bidon 4 litr çoxdursa, biz ya vedrənin üzərinə 4 gəlməliyik, ya da bidondan 4 çıxmalıyıq ki, bunlar bərabər olsunlar. Yəni, çıxdıq bidondan 4, onda bunlar bir-birlərinə bərabər olacaqlar. Buradan mötərizəni açaq ilk öncə. 2x üzərinə gəl 8 bərabərdir 6x minus 4. 2x yerində qaldı. 6x'i digər tərəfə keçirdik deyə minus 6x olur. Mənfi 4 öz işarəsi ilə yerində qaldı. 8'i digər tərəfə keçiririk deyə minus 8 olur. Mənfi 4x bərabərdir mənfi 12. X da bərabərdir mənfini mənfiyə böləndə müsbət. Biz x ilə nəyə işarə etmişdik? Bidonu. Deməli bidon 3 litr. Bidonu və vedrənin hər birinin tutumunu istəyir. Bidon 3 litr. Onda vedrə də olacaq 3 üstə gəl 4, 7 litr. Üçüncü məsələmiz. Yeməkxana üçün bir neçə stol və bundan 15 ədəd çox stul alındı. Bir stul 40 manata, deməli, stol və stuldur. Stol qarşıda qoyulan, stul isə əyləşdiyimizdə oturduğumuz. Bunu birini böyük yazaq ya da elə yazaq stol. Bu da stul. İndi deyir ki, bir neçə ədəd stol bilmirik x. Bundan 15 ədəd çox. Yəni x üstə gəl 15 stul alındı. Bir stul 40 manata. Onda bu hamısı birgə olacaq. 40 vurulsun x üstə gəl 15 manat. Bir stol isə 90 manatdır. Onda bunun da hamısına 90 vurulsun x manat. Pul veriləcək. Stol və stullara cəmi, deməli biz bunları toplamalıyıq. 90x üzərinə gəl 40 vurulsun x üstə gəl 15 bərabərdir 1250. Ditə həll edək. 90x bərabər 90x üzərinə gəl mötərizəni açırıq. 40x üzərinə gəl 600 bərabərdir 1250. Buradan 130x bərabərdir 1250'dən çıxırıq 600'ü. 130x bərabərdir 650. 650'ni də 130'a bölürük. X bərabərdir 5. Bizə deyir neçə stul və
neçə stol alındı? Biz stolları x-la işarə etmişdik. Stol 5, stol isə bundan 15 ədəd çox idi deyə 20. Dördüncü məsələmiz. Çəmənlikdə qazlar və quzular otlayır. Onların birlikdə, deməli, yenə işarə edək, qazlar və quzular. Onların birlikdə 17 başı var. Deməli, bilirik ki, qazların da, quzuların da hər birinin bir dənə başı var deyə. Qazların başı x olsa, ikisi birgə 17-dir deyə. Onda quzuların sayı olacaq 17 minus x. Yəni, neçə dənə başlar varsa, o qədər də sayılar olacaq. 44 ayağı var. Qazların 2 ayağı var. Quzuların isə 4 ayağı var. Cəmi də deyir 44 ayağı var deyə. Onda bunların x dənə qazın 2x sayda ayağı olacaq. 17 minus x sayda qazın isə 4 vurulsun 17 minus x ayağı olacaq. Cəmi də 44 ayaqdır deyə topladıq. Bu şəkildə tənlik alırıq. Buradan 2x üzərinə gəl. 4'ü 17'ye vururuq. 68 minus 4x bərabərdir 44. 2x minus 4x, çünki 4x öz yerində qalıb. 44 minus 68 olur. Mənfi 2x bərabərdir mənfi 24'ə. Buradan da x bərabərdir 24'ü 2'ye böldük. 12, çünki mənfini mənfiyə böləndə müsbət eləyir. Bizə deyir neçə qaz və neçə quzu var. Qazlar x idi 12 qaz. Quzu isə 17-dən 12-ni çıxırıq. 5 dənə də qaz. Beşinci məsələmiz. Şəkildə verilən kvadratlar kongruentdir. Kongruent nə deməkdir? Yəni, bütün tərəfləri bərabərdir. Üst-üstə qoyanda bu figurlar bir-birini örtür. Demək, kongruentdirsə, bunların tərəfləri bərabər olmalıdır. Yəni, x bərabər olmalıdır digərinin tərəfinə 2x minus 5'ə. Buradan x minus 2x bərabərdir mənfi 5. Mənfi x bərabərdir mənfi 5. X da bərabərdir 5 alırıq. Deməli, kvadratın tərəfi oldu 5. Hər birinin sahəsini istəyir. Sahə bərabərdir 5 vurulsun 5, 25. Perimetri isə kvadratın perimetri 4a-dır. Yəni 4 vurulsun 5. O da bərabərdir 20. Deməli, perimetri oldu 20, sahəsi isə 25. 6. Şəkildə verilmiş düzbucaqlının sahəsi neçə vahid kvadrat? Bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Yəni, bax, bu iki xətlədiyim tərəflər bir-birinə bərabər olmalıdır. Yəni, 2x bərabərdir, x üstə gəl 2. Buradan 2x minus x bərabərdir 2'yə, x da bərabərdir 2. Onda deməli, biz düzbucaqlının enini alırıq. 2 üstə gəl 2, 4. Uzunluğu isə 2 üstə gəl 4, 6. Bizdən sahəsini istəyir. Sahə də bərabərdir. 6 vurulsun 4, 24. Yeddinci. Aynur qiyməti 2 manat olan bir albom. Deməli, albomun qiyməti 2 manatdır. Və 4 eyni qələm aldı. Qələmin qiymətini bilmirik. Qələmin qiyməti x olsun. Onda 4 qələm aldı deyə, deməli, Aynuru cəmi ödəyəcəyi pul oldu. 2 üzərinə gəl 4x. Samir qiyməti 5 manat olan bir albom. Onda Samir albom üçün 5 manat. 5 manat olan bir kitab, daha doğrusu Samir kitab alıb, kitab və 2 ədəd həmin qələmə eyni məbləğdə pul ödədi. Deməli, Samir də onda x manat ödəyib, bu da oldu 2x. Samirin ödədiyi cəmi pul isə 5 üzərinə gəl 2x-dir. Burada da bizə qeyd edir ki, eyni məbləğdə pul ödədi. Deməli, bunlar bir-birinə bərabər olmalıdır. Yəni, 2 üzərinə gəl 4x, 5 üzərinə gəl 2x. 4x qaldı, minus 2x olur. 5 yerində qaldı, minus 2.
Buradan 2x bərabərdir 3-ə, x də bərabərdir 1,5. Qələm neçədir? 1,5 manat, yəni 1 manat 50 qəpik. 8. Bir çəndə 240 litr, ikincidə isə 180 litr su var. Bu birinci, ikinci. Birincidə 240, ikincidə 180. Çənlərin kranları eyni vaxtda açıldı. Hər dəqiqədə birincidən 6 litr, ikincidən isə 4 litr su boşaldı. Açıldıqdan neçə dəqiqə sonra bilmirik. X dəqiqə keçib, keçən dəqiqələri X ilə işarə edək. Onda bundan hər dəqiqədə 6 litrdirsə, 2 dəqiqədə 2 vur 6, 3 dəqiqədə 3 vur 6, yəni x dəqiqədə 6x litr su axır. İkincidə isə 180-dən çıxacaq 4x boşaldı. Açıldıqdan neçə dəqiqə sonra hər iki çəndə bərabər miqdarda su qalar. Deməli, bunlar bir-birinə bərabər olmalıdır. Mənfi 6x üzərinə gəl 4x bərabərdir 180 minus 240-a. Mənfi 2x bərabərdir 60-a. Mənfi 60-a. X də bərabərdir 30. Neçə dəqiqə hər iki çəndə bərabər miqdarda su qalar? 30 dəqiqə sonra. 9. Şəkildə kuboidin həcmi ədədi qiymətcə səthinin sahəsinə bərabərdir. Bilirik, kuboidin həcmi V bərabərdir A vurulsun B vurulsun C, yəni 3 ölçüsünün hasilinə. Səthinin sahəsi, yəni tam səthinin sahəsi isə bərabərdir 2 vurulsun AB üzərinə gəl AC üzərinə gəl BC. Bu da deyir ki, həcmi ədəd səthinin sahəsinə bərabərdir. Yəni, V bərabərdir S tama. Onda biz bu kuboidin həcmini tapsaq, 5 vurulsun x vurulsun 4 bərabərdir. 2 vurulsun 5 vur x üzərinə gəl 5 vurulsun 4 üzərinə gəl x vurulsun 4. Buradan alırıq 20x bərabərdir. 2 vurulsun 5x üzərinə gəl 20 üzərinə gəl 4x. Hər tərəfi 2-yə bölsək 10x bərabərdir. Bu 5x ilə 4x oxşar ədlərdir. 9x üzərinə gəl 20 olur. 2-yə böldük deyə bu 2 getdi. Buradan da 10x minus 9x bərabərdir 20. X da bərabərdir 20-yə. Kuboidin məchul telinin uzunluğunu tap deyirdi. O da 20. 10-cu. A şirkətinə məxsus taksilərdə gediş haqqı ilkin 2 manat olmaqla, bu A şirkəti, bir də B şirkəti. Hər kilometr üçün 50 qəpik. Toki x kilometr gedib bilmirik. İlkin 2 manatdır. 2 vurulsun 2 üzərinə gəl 0,5 vurulsun x olacaq. 1 kilometrə 0,5, 2-yə 0,5 vur 2, 3-ə 0,5 vur 3, x kilometr gedibsə də 0,5 vur x olacaq. B şirkətində isə ilkin 3 manatdır. Hər kilometr üçün 30 qəpik. Bu da üzərinə gəl 0,3 vurulsun x olacaq. Neçə kilometr yol qət etdikdə hər iki şirkətin taksisi üçün ödənilən məbləğ bərabər olar. Yəni, bunlar bir-birinə bərabər olar. Buradan 0,5x minus 0,3x bərabərdir 3 minus 2. 0,2x bərabərdir 1-ə. X da bərabərdir 1 bölünsün 0,2, yəni 10 bölünsün 2, o da bərabərdir 5. Deməli, 5 kilometr yol qət etdikdən sonra hər iki taksi üçün ödənilən məbləğ bərabər olar. 11. Yeşikdə səbətdən 3 dəfə çox üzüm var. Yeşik, səbət. Səbətdən 3 dəfə çox. Deməli, səbət x olsa, bu olacaq 3x. Yeşikdən 2 kiloqram üzüm götürüb, yəni buradan 2 çıxdıq. Səbətə əlavə etdikdə, yəni x-in üzərinə 2 gəldikdə,
yeşikdəki üzüm səbətdəki üzümə bərabər oldu. Yəni bunlar bərabər oldular. Bunda 3x minus x bərabərdir 2 üzərinə gəl 2. 2x bərabərdir 4, x da bərabərdir 2. Əvvəlcə yeşik və səbətdə deməli səbət x idi 2, yeşikdə isə 3 vur 2, 6. 12. Aydanın 12, atasının 36 yaş var. Aydan, bu da ata. Aydanın 12, atasının 36 yaşı var. Neçə ildən sonra, deməli 5 il keçibsə, Aydanda 5 yaş böyüyüb, atada. Yəni bilmirik x ilə işarə edək. 12 üzərinə gəl x, 36-nın üzərinə x gəlir. Atasının yaşı Aydanın yaşından 2 dəfə çox olacaq. Ata 2 dəfə çoxdursa, biz Aydanı 2-yə vursaq, bunların yaşları bərabər olar. Buradan mötərizəni vurub açmalıyıq. 24 üzərinə gəl 2x bərabərdir 36 üzərinə gəl x. 2x minus x bərabərdir 36 minus 24. X bərabərdir 12. Deməli 12 ildən sonra Aydanın yaşı atanın yaşı Aydanın yaşından 2 dəfə çox olacaq. 13. Pişik, xoruz, bir də quzu. Pişik xoruzdan 2 kiloqram. Deməli xoruzu bilmir x elə. Pişik bundan 2 kiloqram. Quzu isə 5 dəfə ağırdır. Yəni xoruzdan 5 dəfə ağırdır. Quzu da oldu 5x. Quzu və xoruz birlikdə pişikdən 3 dəfə. Quzu və xoruz, yəni x üzərinə gəl 5x, birlikdə pişik isə x üstə gəl 2-dir. 3 dəfə ağır. Bunlar 3 dəfə ağırdırsa, biz pişiyi 3-ə vursaq, bunlar bərabər olar. Buradan 6x bərabərdir 3 vurulsun, x üstə gəl 2-yə. 3-ə bölsək, 2x bərabərdir x üstə gəl 2-yə. 2x minus x bərabərdir 2, x da bərabərdir 2. Ağrı hər birinin kütləsi. Onda pişik oldu 2 üstə gəl 2, 4. Xoruz oldu 2, çünki x idi. Quzu da oldu 5 vurulsun 2, 10. 14. 2 rəfdə bərabər sayda kitab var idi. Birinci rəf, ikinci rəf. Birinci rəfə bilmirik x-dır, bunda da x-dır. Birinci rəfə 6 kitab qoyub, ikinci rəfdən 4 kitab götürdükdən sonra birinci rəfdə ikincidən 2 dəfə çox. Burada 2 dəfə çoxdursa, biz bu ikincini 2-yə vursaq, bunların sayı bərabər olur. Deməli, buradan x üzərinə 6 bərabərdir 2x minus 8. X minus 2x bərabərdir mənfi 8 minus 6. Mənfi x bərabərdir mənfi 14-də. Onda x da bərabərdir 14. Əvvəlcə hər rəfdə neçə kitab var idi? 14 kitab. 15. Kitab şkafında şeir və şeir kitabları var, hekayə kitabları var. Şeir kitablarının sayı hekayə kitablarının sayından 4 ədəd. Bu x-dırsa, bu x üstə gəl 4 olacaq. Şkafa daha 9 hekayə kitabı. Onda bu x üstə gəl 9 oldu. Şeir kitabı qaldı. Əlavə etdikdən sonra şeir kitablarının sayının hekayə kitablarının sayına, yəni x üstə gəl 4-ün x üstə gəl 9-a nisbəti bərabərdir 2 bölünsün 3. Tənasübdür kənar hədlərin hasili orta hədlərin hasilinə. 3 vurulsun x üstə gəl 4 bərabərdir 2 vurulsun x üstə gəl 9. Mötərizəni açırıq. 3x üstə gəl 12, 2x üstə gəl 18, 3x minus 2x bərabərdir 18 minus 12. Buradan da x bərabərdir 6. Şkafda neçə şeir kitabı var? Biz x-la hekayə kitablarını işarə etmişdik. Onda şeir kitabları bərabərdir 6 üzərinə gəl 4, 10.